Deməli belə. Birinci sual. Bizə deyir ki, ölkə əhalisinin sayı nə qədərdir? 17 milyon 850 min nəfər. Yaşlı əhalinin xüsusi çəkisi nə qədərdir? 2 milyon 856 min nəfər. 10%-ni tapırıq. 17 milyon 850 min neçə faiz? 100%. 2 milyon 856 min nə olacaq yoldaşlar? X. X əllə eləyəndə faiz neçə faiz tapırıq? 16%. Əgər yaşlı əhalinin payı 16%dirsə, deməli bu əhali demoqrafik qocalmanın getdiyi ölkədir. Yəni əhalinin qocalması, yaşlı əhalinin xüsusi çəkisi çoxdur. Orta ömür müddət aşağıda fikri səhvdir. Millətin qocalması baş verir 2 düzdür. İqtisadi fəal əhalinin payı çox yüksəkdir, bəli. Çünki niyə? İnkişaf etmiş ölkədir. Miqrasiya saldosu mənfidir, yoldaşlar əksinə. Miqrasiya saldosu müsbətdir. Təbii artım aşağıdır, doğrudur. Cavab 2, 3, 5 variantımız nə oldu? C. Əhali əsasən kənd təsərrüfatında çalışır, səhvdir. 3-cü, 4-cü sektor, xidmət və informasiyadadır. Bakı şəhərinin günəş şüaları 60 dərəcə və maksimum bucaq altına düşdüyü zaman günəşin zenitdə olduğu enlikləri müəyyən edin. Bakı şəhərinin günəşin 60 dərəcə bucaqla düşdüyü zaman biz onu tapmaq üçün nə edəcəyik? Bakı harada yerləşir? 40 şimal enliyində. 40 şimal enliyini 60 ilə düşürsə, yoldaşlar, biz 90-dan 60'ı çıxırıq neçə elədir? 30. 40-dan da 30'u çıxırıq neçə elədir? 10 şimal enliyi. Birinci tapdıq bunu. Bakıya maksimum düşmə bucağı da nə vaxt olur? 23.5 şimal enliyi. Qutarlı 7. 10 şimal 23.5 şimal. Cavab nə variantı? A. Sadə idi. Doğru ifadələri müəyyən elə. Bizə deyir ki, tropik iqlim qurşağında materiklərin qərbində soyuq okean cərəyanları keçir. Bəli. Kaliforniya, Peru, Kanar, Bengel, Qərbi Avstraliya. 1. Doğru ifadədir. 2-yə baxırıq. Yerin günəş ətrafında hərəkət nəticəsində cərəyanlar şimal sağa, cənub yarımkürəsi sola meyl edir. Bu ifadədə bildiyiniz kimi yerin günəş ətrafında yox, yerin öz ox ətrafında hərəkətinə görədir. Coriolis çünki öz ox ətrafında hərəkətə görədir. Burada nə yazıb? Günəş. Ona görə yanlışdır. Soyuq cərəyanlarda suyun duzluluğu isti cərəyanlara nisbətən daha çox yox, daha az olur. İsti cərəyanlarda duzluluq çox, soyuq cərəyanlarda nədir? Az. İsti cərəyanlar alçaq coğrafi enlik, yəni ekvatorial enliklərdən yüksək enliklərə doğru, yəni qütblərə doğru hərəkət edir. Doğrudur. Şimali Atlantika cərəyanının təsiri Şimal Buz Okeanı donmayan dənizləri formalaşır. Norveç və Barents dənizləri. Cavab 1, 4, 5 variant, Y variantı. Növbəti sual. Deyir ki, doğru olmayan bəndi müəyyən edin. Geoloji era, bir də baş vermiş hadisə. Burada yoldaşlar baxırsınız. Paleozoida, Pantalasın sahəsinin artması, azalması, transgerasiyası, regresiyası. Doğrudur. Kaynozoida Tetis okeanının parçalanması. Gözəl yoldaşlar, Tetis parçalandı, onun yerində nə yarandı? O arasında. Aralıq, Xəzər, aydın oldu mu? Bu tip dənizlər. Mezozoida 4-cü buzlaşması ola bilməz. Kaynozoida C səhvdir. Proterozoik qədim qırışıqlığın davam eləməsi düzdür. Arxeida güclü vulkanizmin başlaması düzdür. Aydındır. Sonra 5. Yuxarı göl, Baykal gölü. Yuxarı göl dünyanın sahəsinə görə ən böyük şirin sulu gölüdür və Kanada-ABŞ sərhəddindədir. Baykal gölü dünyanın ən dərin şirin sulu göldür, o da haradadır? Rusiyada. İndi göl çuxurunun mənşəyi Venerin gölü ilə eynidir. Yuxarı göl, buzlaq tektonik. Şirin suludur ortaq cəhət. Qarışıq meşələr zonasındadır, yoldaşlar yuxarı göl. Bir ölkənin ərazisindədir Baykal, bildiyimiz kimi ancaq Rusiyadır. Kontinental iqlim vilayətində yerləşir, hər ikisi kontinentaldır. Cavab nə oldu? 1, 3, 4, 2, 5 variant C 5-ci sualda. 6-ya baxırıq. Uyğunluğu müəyyən elə. Gəncə daşyasında kartofçuluq var. Amma Şəmkir inzibati rayonu Gəncə daşyasan yox, Qazaq Tovuzdadır. Dağlıq Şirvanda üzümçülük var. Özdə Şamaxıda, Meysəri. Mərkəzi Aran. Pambıqçılıq var. Amma Saatlı Mərkəzi Aranda deyil. Saatlı Milmuğandadır. Milmuğanda şəkər istehsalı var. Özdə harada? Mişildə, doğrudur. Şirvan Salyan'da yod buran var. Amma Biləsuvarda yox. Harada? Neftçalada. Özdə Biləsuvar, Şirvan Salyan yox, Mil? Yox, Şirvan Salyan'da da amma orada yod buran müəssisəsi yoxdur. Lənkəran Astara, çəltikçilik var. Özdə harada? Astarada. Cavab 2, 4, 6 variant Y. 7. Xəritə sıxımda A fiziki coğrafi rayonunun B fiziki rayonundan fərqli xüsusiyyəti. A haradır? Qarabağ nələri? Dağları. B haradır? Qonaq, kənd, bəli. İndi baxırıq. A-nın B-dən fərqini soruşur. Xarici dövlətlə sərhəd, ikisinin də sərhədi var. Biri Ermənistan, biri hara? Rusiya. Getdi. Deməli, Yura yaşlı suxurları ikisində də var. Maqmatik suxur, bəli, Qarabağ dağlarında var. Amma qonaq kənddə yoxdur.
Su keçirməyən süxurların olması nəsə sürüşmələrin baş verir. Yanlışdır. Böyük qonaqkənddə daha çoxdur sürüşmə. Qar xəttinə malik deyil. Bəli, doğrudur. Filiz faydalı qazıntı bəli var burada. 3, 5, 6. Variant nə variantı? A variantı. 8. Bəli. Tax. Cənubi, Cənub-Şərqi və Şərqi Asiya regionları üçün ümumi olmayan xüsusiyyətlər. Yoldaşlar, qırmızı sarı ferrari torpaq Şərqi Asiyada mövcud deyil. Cənubi Asiyada da bir dənə şeydə var. Şırlankada, düzdürmü? Ona görə götürdük. 1. Sonra biz deyirik yoldaşlar, ərazidə qalay Wolfram. Cənub-Şərqi Asiyada var, amma Cənubi və Şərqi Asiyada yoxdur. 2. Musson rejimli çaylar üçündə də var. Hind, Gang, Brahmaputra belə başda say geçsin. İrevadi, Salin, Mekong, Xuanxe, Yansız, aydın olur. Fəaliyyətdə olan vulkanlar rast gəlinir. Cənubi Asiyada fəaliyyətdə olan vulkan yoxdur. 1, 2, 4. Cavab nə oldu yoldaşlar 8-də? C. O bir səbəb əhali sıxlığı böyükdür. Bəli. Məsələn, Hindistan, İndoneziya və Çin bəs eləyir. Dəyişən rütubətli meşələr bəli. Üçündə də var. Cavab nə oldu yoldaşlar? 1, 2, 4. C. Uyğunluq pozulmuşdur. Ərazi, yağıntı, iqlim tipi. Ceyran çöldə heç vaxt 700-800 mm yağıntı ola bilməz. 200-400 olmalıdır. Deməli, pozuldu 1-də. Vulkanik yerlə 800-700 soyuq iqlim tipi ola bilər. Doğrudur. Cənub-Şərqi Şirvanda 650-700 mm ola bilməz. 3. 1-3. Qanı qeyri-sayda 600-800 mülayimisi. Doğrudur. Qobustanda 600-800 ola bilməz. 200-400-dür. 1-3-4. Yarımsərə quru çöldə 1-3-5 cavabı. Uyğun gəlir D variantına 9-da. 10. Xəritə sıxında yaz, qış və yay ayları bolsul olanlar. Uşaqlar, yazda bolsul olanlar qarların və buzdaqların əridiyi, qarların əridiyi və yağıntıların düşdüyü ərazilərdir. Bura uyğun gəlir mülayimin əlbəttə ki, qütbə tərafı əraziləri, qarların intensiv əridiyi ərazi. Yəni, B ilə nə? D. Tamamilə doğrudur. Qışda yağıntı alan bölgələr araydı. Qışda yağıntı alan bölgələr. Subtropik Aralıq dənizi. Şimalda Aralıq dənizindən düşür Y, cənubda Aralıq dənizindən düşür Pert şəhəri F. Qaldı sonda. Yayda musson rejimli bölgələr və subekvatorial ərazilər. A-nın yayında musson küləkləri, Y-nin yayında da yoldaşlar ekvatorial hava kütləsinin təsiri. Daha doğrusu Y deyil, o C-dir deyəsən. Bu C-dir. F aralıq dənizi deyil. F aralıq dənizidir, bəli. O qışda yağıntı alır da. Sənə qurban, fəsil olanda ikisini eyni düşünürsən. Aylar olanda fərqlənir. Çatdı mənim fikrim. Cavab BD, YF, AC. Variant C variantı. Afərin. 11. İnkişaf etməkdə olan ölkələrə aid olan səciyyəvi əlamətlər müəyyən. Sənaye əsasən yerli xammala əsaslanır. 1. Ancaq struktur işsizlik təbii ki, səhvdir. Friksiyon və dövrü üçdə ola bilər. İqtisadiyyatın daxili tələbə ödənilməsi istiqamətlənmişdir. İqtisadiyyat, bəli, istehlak tiplidir də. Nə tiplidir? 1-3. Fəal ali 3-cü yox, 1 və 2-dədir. Kənd təsərrüfatı heyvandarlıq üstündür, səhvdir, əkinçi üstündür. Demoqrafik partlayış işsizlik problemini kəskinləşdirir, doğrudur. 1-3-6 variant, D variantı. 12. 60 şərq uzunluğunda ekvator boyunca uçan təyyarə əvvəl 270 azimutla nə qədər getdi? 4440. Yəni qərbə getdi, düzdür? Qərbə gedəndə nə edəcəyik? 4440-ı böləcəyik 111-ə. Neçə elədi? 20 olamaz, 40 eləyər. Sonra 60-dan 40-a çıxdıq, neçə elədi? 20. Bu 20 şərq uzunluğundadır. O bizdə deyir ki, sonra isə 180 azimutla. 180 azimutlara gedir. Cənuba. Salam bala. 4995-i bölürük 111-ə nə qədər eləyir? 45. Ekvatordan 45 dərəcə cənuba gedəndə 0 plus 45, 45 cənub enliyi eləyir. Deməli, cavabımız oldu. 45 cənub enliyi 20 şərq uzunluğu. Variant nə variantı? D, 12-dən. 13-cü sual. Yanlış bəndi müəyyən elə. Təbii zona, düzənlik torpaq. Çöl. Aşağı Dunay ovalığı Şabalıdır. Yoldaşlar, bildiyiniz kimi çöl zonası dedikdə necə? Aşağı Dunay çöldür. Çöl zonası. Şabalı torpaq ola bilər. Yoldaşlar, problem nədir burada? Savannaya bax orada. Laplato ovalı savanla nə işi var? Laplato bağı nədir? Əsasən çöl zonaları. Pampa. Qırmızı qonur torpaq orada ola bilməz. Qırmızı nə torpaqdır? Qara. Cavabımız nədir orada? Y variant. Qalanları düzdür. Yarımsərə Xəzər yanında var. Bozdur. Qarışıq meşə Qərbi Sibirdə var. Simli poz oldu. Enliyarpaq meşə mərkəz düzənliklərdə var. Qonurdur. 14-də 2018-ci ildə Azərbaycanda əhalinin ümumi sayı nə qədər imiş? 9898 tam. Yəni 9.898.100 nəfər. Kənd əhalisi nə qədər imiş? 4000 bu qədər. 2010-cu ildə isə şəhər əhalisi nə qədər olub? 4747,9 nəfər olmuşdur. Şəhər əhalisinin orta illik artımını müəyyən edin. Əvvəlcə biz yoldaşlar ümumidən kəndə çıxıb 2018-ci ildə şəhər əhalisini tapa bilərik. Hə?
Nə qədər olacaq? 9.898,1-dən çıxacaq 4.660,3. Tələsmə çıxaq. 8, 7, 3, 2, 5. 5.237.800 nəfər. Düzdür yoldaşlar? Sonra mən bu 5.237,8-dən çıxa bilərəm 2010-cu ildəki şəhər əhalisini. 5.237,8 çıxılsın 4.747,9. Çıxanda nə eləyir? 490,7. Mənə deyir ki, orta illik artımı, orta illik deyəndə 10-dan 18-ə qədər neçə il var? 8 il. Deməli 490,7-ni böləcəm neçəyə? 8-ə nə qədər eləyir? 61,2 nəfər orta illik artım. Variantımız nə oldu? D variant. Tapşırıq aydındanmı ya? 15. 15-də bizə nə deyir? 15-də bizə deyir ki, yanlış fikri neyini müəyyən edir? İqtisadi coğrafi mövqe təbii və iqtisadi amillərin məzmusudur, doğrudur. Geosiyasi mövqe qlobal miqyasda ölkənin siyasi coğrafi mövqeyidir, bu da doğrudur. Mezo mövqe regionun dünyadakı iqtisadi mərkəzlərə nəzərən mövqeyi deyil. Dünyaya görə mövqe nə idi? Mega. Mega var idi, makro var idi, mezo var idi. Aydın oldu yoldaşlar, ona görə bu ifadə yanlışdır. Mikro mövqe ölkənin qonşu ölkələrə görə mövqeyi düzdür. Kurort turizm ehtiyatları, əhalinin istirahəti və müalicəsi üçün istifadə edən təbii və antropogen mənşəli xüsusiyyətlə ehtiyatları da düzdür. Cavab C. 16-ya baxırıq. 16-da bizə nə deyir yoldaşlar? 16-da bizə deyir ki, iqtisadi rayonlara görə doğru bəndləri müəyyən edir. Gəlin iqtisadi rayonlara yazaq. 1 aradır kim deyər? Gəncə, Daşkəsən. 2 aradır yoldaşlar. Bəli, Bakı. 3 aradır. Şəki, Zaqatala. 4 aradır bala. Lənkəran, Astara. 5 aradır. Quba, Xaçmaz. 6 aradır. Naxçıvan. 7 aradır. Mərkəzi Aran. 8 aradır. Abşeron, Xızı. Gəldik. 4 ilə 5. Yəni Lənkəran, Astara, Quba, Xaçmaz. Mühüm tələbəçilik regionlarıdır. Quba, Xaçmazda tez yetişən, Lənkəranda Faraş tez yetişən. 1 doğrudur. 3 ilə 8-də. 3 və 8. Abşeron, Xızı və Şəki, Zaqatala. Polimetal yataqlar Abşeron, Xızıda yoxdur. 1 və 7. Gəncə, Daşkəsən və Mərkəzi Aran. Bakı, Erzurum qaz kəməri keçir, düzdür. 5 ilə 7. Quba, Xaçmaz və Mərkəzi Aran. İri seslər fəaliyyət göstərir. Quba, Xaçmazda iri ses yoxdur. Bir dənə taxta körpü ses var. 5-ə baxırıq. 2 və 8. Bakı ilə verib Aranı, Abşeron, Xızını. Şəhər əhalinin payı daha çoxdur. Bəli. Cavab 1, 3, 5 variant Y. 6-ya baxırıq. 1 ilə 6. Gəncə, Daşkəsəndən Naxçıvan. Beynəlxalq əməliyyat neft kəməri Naxçıvandan beynəlxalq əməliyyat neft kəməri keçmir. Süveyş kanalına əlaqələndirdiyi limanlar. Uşaqlar, Süveyş kanalı aralıqla Qırmızı dənizi birləşdirir. Yəni Hind okeanı ilə aranı Atlantiki. Süveyşdən istifadə edir. Marsel, Singapur, İskəndəriyyə, Şanxay. Uşaqlar, İskəndəriyyədən Şanxaya gedəndə biz gəlib Misirin ərazisindən, yəni keçə bilərik də Süveyşi. Gedə bilərik Çinə. Eyni zamanda Marseldən Singapura gedəndə də gəlib Fransanın aralıq dənizindən gəlib Süveyşdən keçmiş olacaq. Cavab nə variant oldu 17-də? Elə birbaşa A variantı. Xark limanı var ya İran ərazisi adada. O keçir Hörmüzdən. Nədən? Nimmo, Newcastle. Yəni Sakit okeanda hərəkət edir. Bilirsiniz də, ona görə də olmaz. Singapur, Osaka. Singapurdan Osakaya, yəni Singapurdan Yaponiyaya gedəndə sən Süveyşi görmürsən. İskəndəriyyədən Marselə, aralıq dənizində gedəndə sən Süveyşi görmürsən. Marsel, Novorosiysk görmürsən. Qara dənizə girmək üçün sən gəlirsən müvafiq olaraq Aralıq, Egey, Mərmərə, Qara belə gedirsən. Nə? Novorosiysk Rusiyanın Qaradəniz sahilində. Rusiyanın Qaradəniz sahilində. Singapur, Richards Bay. Singapurdan Richards Bay'a cara gedəndə sən ancaq Hind okeanında geysən. Misirdən keçmirsən. Havr, Yeni Orlean. Fransadan ABŞ-a gedəndə sən təbii ki Atlantikdə hərəkət edirsən. Ona görə də olmaz. Genoa, Singapur. İtaliyadan Singapura gedəndə amma keçirsən. Genoadan gəlib Misir ərazisi. Süveyşi görürsən. Aydın oldu. Burada bir dənə bu doğrudur. Genoa, Singapur. Qalanlar hamısı səhvdir. 18. 18-də bizə deyir ki, ekoloji vəziyyətin gərgin olduğu regionları müəyyən. Uşaqlar, gərgin olan regionlar əhalinin sıx cəmləşdiyi regionlardır. Ən sıx əhali Cənubi Asiyada. Hara deyə bilərsən? Hindistan. Mərkəzi Avropa deyə bilərsən, düzdürmü? Əhali sıxdır Almaniyada, Belçikada falan. Bir də gözəl yoldaşlar, biz orada deyə bilərik nə? Cənub-Şərqi Asiya. Söhbət İndoneziyadan gedir. Cavab nə variantı? D. Şimali Amerikan şimalı. Kanada Arktik arxipelaqı. Orada heç şeyim yoxdur. Avstraliya mərkəzi səhra yarımsər. Orada sənaye və əhali seyrəkdir. Aydın oldu. 19. Qarabağ vulkanik yayılası üçün səciyyəvi deyil deyir. Səciyyəvi deyil. Daha çox antropogen təsirinə məruz qalan ərazilərdəndir. Səciyyəvi deyil. 1. Antropogen təsiri orada ola
Bilməz. Düzdür yoldaşlar. Sonra səthində antropogen dövrə aid suxurlar rast gəlinir. 4-cü dövr. Vulkanogen doğrudur. Təbii şərait əkinçilik üçün əlverişli deyil. Heyvandarlıqdır. Alp və suqab çəmənliyi. Əlverişli deyil. 1-3. Talış dağları ilə eyni tektonik zonadadır. Bəli, Kiçik Qafqaz tektonik qalxması. Çaylarının qidalanması yeraltı su üstünü təşkil edir. Bəli, bu ifadə də doğrudur. Çünki yeraltı sular üstündür. Buradan başlayan çayların hamısı birbaşa kürə tökülür, səhvdir. Cənuba doğru gəlib arazı tökülənlər də var. Həkəri kimi məsələn. Cavab 1-3-6 variant A. 20. 20-də bizə nə deyir yoldaşlar? 20-də bizə deyir ki, xəritə sıxımda əsasən doğru bəndləri müəyyən elə. 1 haradır bala? Malayziya, İndoneziya. Burada nə olacaq? Qalay. 2 haradır bala? Rusiya, ABŞ-ın Appalaç hövzəsi. Nə olacaq yoldaşlar? Daş, kömür. 3 Avstraliyanın şərqidir, qərbidir. Dəmir, filizi. Arnhem yarımadası olsaydı uran olardı. Keypök yarımadası olsaydı nə? Boksit olardı. Qutardı getdi. 4-ə baxırıq. Bəli, Meksika körfəzi ABŞ-da nədir? Neft. Cavabımız qalay, daş, kömür, dəmir, filizi, neft. D variantı, bəli. 21. Xəzər dənizinə aid olan doğru fikri müəyyən edin. Xəzər dənizində axınlar saat əqrəbinin əksinə dövr edir. Elə bu ifadə nədir? Doğrudur. Saat əqrəbinin nəyinə? Əksinə. Düzgün cavab nə oldu 21-də? A. Şərq sahillərində duzluq qərbinin ismi az yox, əksinə nədir? Çox. Mənbəyi ancaq sahil ölkələrində yerləşən çaylar üçün eroziya basisidir. Xeyr. Türkiyənin çaylarının da bəziləri bura tökülür də. Ən böyük körfəzi Qızılağac körfəzidir. Xeyr. Qara Boğazqol körfəzidir. Qış ayları 40 şimal enliyinə qədər səth buz bağlayır. Xeyr. 44 şimal enliyindən şimalda qalan o hissə neyini yir? Buz bağlayır. 22. Beynəlxalq əhəmiyyətli nəqliyyat yollarının keçdiyi inzibati rayonlar. Yoldaşlar, bizim Bakı-Tbilisi dəmir yolu və avtomobil yollarımız keçir müvafiq olaraq Goranboydan. Hardan keçir yoldaşlar? Goranboydan. 2. Ağdaşdan 4. Bir də Şabrandan şimal istiqaməti. Bakı-Dərbənd yolu. Cavab 2, 4, 6. Variant nə oldu? C. Kənar horizontal kənar horizontal ilə B məntəqəsi arasında temperatur fərqi 1.8-dir. Yazırıq. Minə neçə? 6. X-a 1.8. X bərabərdir 300 metr. B ilə kənar horizontal arasında 1, 2, 3 dənə boşluq var. 300 bölü 3. Kəsmə yüksəliyi nə qədər elədi? 100. Kəsmə yüksəliyi 100 metr oldu. Tapdıq bunu. AC məntəqələr arasında təzyiq fərqi. A-dan C-yə qədər boşluqları sayaq. 1, 2, 3 dənə boşluq var. Düzdür? 3 vur 100. 300 metr. 300 metri təzyiqə çevirmək üçün 300-ü böləcək neçəyə? 10-a. 300-ü 10-a böləndə yoldaşlar cavab neçə elədi? 30 millimetr civə sütunu. Doğru cavab neçə oldu? 30. 24. 24-də bizə deyir ki, adam başına düşən kənd təsərrüfat məhsulunun daha çox olduğu inkişaf etməkdə olan ölkələr. Biz burada seçəcəyik əsasən sənayesi, yaşın inqilabının nailiyyətindən daha çox istifadə edən və əhalisi az olan 3, Argentina 4, Braziliya və 5 ara Uruguay. Aydın oldu yoldaşlar. Efiopiya kasıb ölkələrdir. Hindistanda əhali sayı həddən artıq çoxdur. İndoneziyada əhali sayı həddən artıq çoxdur. Özbəkistan Türkiyə üçün oxşar xüsusiyyətləri müəyyən edin. Özbəkistan Türkiyə. Heyvandarlıq əsasən ətlik və ətlik südlükdür. Bəli, quraq rayonlarda nə idi? Ətlik və ətlik südlük. Bir doğrudur. Düzdür uşaqlar. Əhali 6 ay dilayəsi Oğuz qrupu ola bilməz. Özbəklər Uyğurdur. Şəhər ərazisinin payı çoxdur. Özbəklərdə kənd əhalisi üstündür. Əkinçilik suvarma şəraitində aparılır. Bəli, quraq rayonlarda nə olurdu? Suvarma. Qaragül qoyunçuluğu Özbəkistanda var, Türkiyədə yoxdur. Angora keçilər var orada. Pambıq istehsalı ikisində də var. Anadolu yayləsi və bir də Qızılqum səhrası. 1, 4, 6. Aydındır sual. Uyğunluq gözlənilməmişdir. Xromit əlbəttə ki, işarə səhvdir. Xromitin işarəsi bu deyil. Xromitin işarəsi 3-cüdədir. Deməli, xromitdə uyğunluq gözlənilməyib. Civə düzdür. Narzanlıda. Dəmir səhvdir. Dəmirlə işarələri səhvdir xromitin. Deməli, yoldaşlar 1, 3. 1, 3. Qızıl doğrudur. Amma ağ yataq səhvdir. Ağ yataq şorbulaq leftsay nə yatağıdır? Civə. Deməli, səhvlər oldu. 1, 3, 4. Mis doğrudur. Qaradağ mədəni. Hər şey qaydasındadır. Türyançay, Tərtərçay. Qidalanması yağış suları üstündür. Yağış suları gözəl yoldaş. Bunların heç birine aid deyil. İkisi də nədir? Yeraltı. A getdi. Çay dərəsində ses inşa edilmişdir. Tərtərçay. Əslində müasir dövrdə Türyançayda da var. Ha. Bu ifadə biraz düzgün deyil. Yəni biraz dərin araşdırma aparasaz Türyançayda da tapa bilərsiniz. Mənbəyi daha yüksəkdədir. Təbii ki, mənbəyi daha yüksək Türyançay 3680 metr hündür. Bəli. C. Kürün sağ qoludur. Kürün sağ qolu Tərtərdir.
BD getdi 2-yə. Stoplayıcı hövzəsində bərabər yağıntılı mülayim isti Böyük Qafqazın cənub yamacında olduğu üçün o da olacaq 1-ə. 1-ə C-yə, 2-ə B-dir. Növbəti sual. Yoldaşlar, sual belədir. A ölkəsi 12-ci saat qurşağının qərb sərhəddi ilə 40 dərəcəlik paralelin kəsişməsində yerləşir. 12-ci saat qurşağının qərb sərhəddini tapmaq üçün əvvəlcə 12-ni vururuq neçəyə? 15-i neçə elədi? 180. 180-dən biz 7.5 çıxırıq. 170.5. Amma nə uzunluğu? Şərq uzunluğu. 40 dərəcəlik paralellə. Ölkə ərazisi iki böyük və çoxlu kiçik adalardan ibarət. Deməli, bu cənub yarımkürəsidir. Bu 40 cənub enliyi, bəli, 170.5 şərq uzunluğunda yerləşən Yeni Zelandiya dövlətidir. Yeni Zelandiya iki adadan ibarətdir, böyük adadan. Şimal adası və cənub adası. Onlara ayıran boğazın adı Cook boğazı. Təsərrüfatın tarixi inkişaf yoluna görə köçürmə kapitalizm ölkəsi hesab olunur. Xüsusən də Avropada İngilis kapitalı. Ölkənin coğrafi mövqeyi, iqlimi və təbii komplekslər təsərrüfat sahəsinin inkişafına və yerləşdirməsinə təsir edir. Ölkənin adı Yeni Zelandiya, paytaxtı Wellington, inzibati ərazi quruluşu Unitar, yerləşdiyi iqlim qurşaqları. Yoldaşlar, subtropik və bir də mülayim. Yoldaşlar, ərazisində olan təbii zonalar. Ərazisində olan təbii zonalara siz deyə bilərsiniz ki, bura aiddir. Deməli, enli yarpaqlı meşələr, bir də qarışıq meşələr. Necə meşələr? Dəyişən rütubətli meşələr. Muson olmaz. Odur da elə. Muson sayılır da dəyişən rütubətli. Aydın oldu. İxtisaslaşma sahələri. Südlük nədir? Heyvandarlıq. Bəli. Eyni zamanda biz deyə bilərik. Ət istehsalı, nə istehsalı? Ət istehsalı və yağ istehsalı. Nə istehsalı? Yağ istehsalı. Yoldaşlar, təbii ki, heyvandarlıq məhsulları da ümumi sənayinin əsasını təşkil edir. Heyvandarlıq məhsulları. 30-da baxırıq. Xəritə sıxma əsasında təsərrüfat tarixi inkişaf yolu A ölkəsi ilə eyni olan ölkələr. Yəni köçürmə nə ölkələri? Kapitalizm ölkələri. 2. Haradır? Avstraliya. 5 çar. Yoldaşlar, sonra 5 haradır? Çar, Cənubi Afrika Respublikası və 6 haradır? Kanada. Doğrudur. 2, 5, 6. Aydın oldu, tapşırıq.